video başlayıb. Herkese salam dostlar, hamı salamlayam. Bugün sizinle yeni video ile karşınızdayıq. Yeni canlı Emir var. Salam aleyküm, kanala hoş gelmişsiniz. Əziz dostlar, keçən dəfə Taxa Xiyabanı gəlmişdik də, axırıncı videomuzda. Yarımçıq qalmışdı. Yəni daha doğrusu gəldik, bağlandığını gördük də. Yəni bugün də ayın noyabr ayının 16'sıdır. Ayın 8'i istədik gəlmək, amma həm işə görə, həm də yəni adamların çox olduğuna görə alınmayacaqdı. Ona görə indi bu günləri gəlmişik. İnşallah ki açıq olar. Mən əziz dostlar, yol gedirik. Biraz tez başlatmaq istədim. Amma bəzi metroda da getdik elədik, alınmadı. Metrona gəldik, alınmadı. İndi qısa video olacaq, uzun video olacağını düşünmürəm. Çünki yəni artıq qəbristanlığa çatmışıq yəni. Yəni çox uzun çəkməyəcək. İnşallah ki bugün açıq olacaq. Çünki televizdə görmüşdüm ki açıqışı olmuşdu yəni. Açıqışı olmuşdu ayın 8'ində. Bəzi səbəblərə görə həmin vaxta alınmamış gəlməyimiz. İndi görək inşallah gedək şəhidlərimizi ziyarət edək. Belə deyim də öz borcumuzu yerini yetirək en azından. Neyse, devam edelim. Değerli aziz dostlar, Emir yine içirsen mesela, susamısan niyesin? Ha, gazlı su için. Bu aralar gazlı suyunda da şirin gelmeye başlayıb. Vay, sen görsənmirsən, buradasın ben. Böyle. Belə. Ha, gidik yavaş yavaş. Sağ tarafta da dediğim Hristiyan qəbristanlığı var. Tam. Bura indi Hristiyan qəbristanlığı. O he. O tam Hristiyan qəbristanlığı. Böyle. Tam yani. Yine yavaş yavaş. Başımız böyle geldi. İnşallah ki açıq olar. Bu dəfə ürəyimizdə qalmaz. Ha bak. Bak böyle karşı tarafta bak. Abili uzadılıq bak dedim mi? Şimdi bak abili uzadılıq bak. Bayrağı da orada. Oradan ben işte bayrağı çekelim. Ha asıl. Necədir inşallah. Burada mənim tanış uşaq var. Əziz dostlar davam edirik. Gəldik 2-ci Fəxri Xiyabana. Burada indi şəhidlərimizi inşallah ziyarət edəcəyik. Bura açılıb. Nə xoş oldu ki bura açılıb. Yəni bu ikinci videomuzun davamı olacaq. Bir dənə kameranı çəkirdik. Mən deyəcəm. Yani ne salınmadı. He. Sen de ona kimi güzel. Şuna bak Ha. Şu qabaqlarını boş qoyurdular. Bunlar hələ oturmuyubdu. Yoxsa şeydir. Bilmirəm abi. Məncə şeydə oturmuyubdu. Şimdi beni tanıdı. Abi niye tersini görsenin? Gözle. Evet. Dostlar. Şehitlerimizi ziyaret. General Mayor Dalaş Rızayev 2024'te 2024 ya ne bileyim ya 2024'te muharebe olur şey olmuyor bakın 2023'te olur. Ondan atışmalar falan oldu diye onlardan rəhmətə gelmiş. Allah şey yapsın. Alexander Petrovic. İlgar Kuliyev, polkovnik 2021. Rus oldu. Rus əsirli oldu. Sen bunu keçirtdin mi? Ne bakayım? Ay mı? Ha. Ben keçirtmişim. Bu ne?
Şey olmuş. Sevir de. Koy tersine görseniz. Onun şeyle programla çeviremez. Ben böyle diyeyim. Ben programla işte döndürmelerine bakalım. Hep tersine. General Mayor Fuat Eşimov. Bak. O düzeldi bir şey. O bir şey neydi? Hukuk Aslında bilmem. hukuk müdafiye yok uğraştıramadım. Neyse. Bunu yapmasak var da şöyle bilmiyorum. Nerede? Adını yazıp biliriz abi. Allah'ım sana rahmet eylesin. Ayağım dalgalanıyor. Emir, məni himni deyəndə bilsən hansı söz məni məndən alır? Hansı sözdə məndə titrəmə gəlir? O deyir, can verməyə cümlə hazır. O söz bilsən nədir? Buranı hep bitirək, inşallah ki o bir yer açılıb. Əziz dostlar, o tərəf bir daha göstərmişdim, o tərəf bağlı idi. Amma o yol yeri açıblar, yəni oradan buraya gediş artıq var. Bir də həmin yerə qayıdarıq inşallah, oranı bir yerdə çəkərik. Video alınsın deyə 10 dəqiqəlik keçməlidir. Saat Kazımov. Daha soyadım ona indi. Ceyhan Batar 2 nömrəli məktəb Nicat hər zaman qəlbimizdədir. Allah rəhmət eyləsin. 2022-ci O mərkəzi fikri də vaxtım var. 2022'de 2023'te oldu da abi antiterör ameliyatı. 2022'de yakın atışmalar gelirdi yine de. Xankəndi tərəfdə. Onda Xankəndi alınmamışdı hələ. Yəqin ki o yerlərdə olar. Bilmirəm, dəqiq deyə bilmərəm. Yalancı çıxaram. O divarlarda yazılar nədir elə? Bax orada. Bayaqlar kamera çevirə bilmirdi ya. Mən bayaq telefonla çəkdim.
Ama yeniden. Görsen dedim bir defa yoxlayayım alındı ya bu defa. Dedim bir defa da yoxlayayım. Bunun ya hazır değil abi ya da hemen görüntüsü var. Qaydanda Fuat Həkimovun bir də ziyarət edəyik qarşı tərəfdə. Tam görənmədim mən. Buradan belə, aha. Yazılar çəkir. Ha, yaxşı. $1080. Bu deyəsən 1080'ın 60'a verir məncə. Ama yağ kimide yani. Ve burada ne yazılıp? 44 gün olduğu muharebenin günlüğünde olan şeyler yazılıb. Bildim bak abi bak Yiğitçi böyle geliyor, kalan da oradan geliyor. İçində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin saat 6 radədən etibarən geniş müddət təxribatlar törədərək Dəhmə boyu zonunda yerləşən Azərbaycan qüvvələrini atəşə tutublar. Həmin gündə Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələri Baş Komandanı İlham Əliyevin sədrliyi ilə təhlükəsizlik şurasının icrası keçirilib. Prezident Baş Komandanı İlham Əliyevin təxribatın qarşılanması üçün bağlı verili göstərişə əsasən Azərbaycan geniş miqyaslı əks hücum əməliyyatı başlandığını elan edilib. Prezident İlham Əliyev ölkəmizdə vəziyyətin elan edilməsi haqqında fərman imzalayıb. Müdafiə Nazirinin Dəfən Goranboy istiqamətindən qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsinin Murov zirvəsi azad olunması barədə məlumatı yayılıb. Birincisində oldu, birinci gün yani 28'i Sən oturma ən salamatı belə görsə zaman toplayamaz. hə düzür. Belə daha Aynı 28'i deməli burada şey diyeyim de Talış kəndi azad olundu, ətrafı həm də ki deməli Başbakanın düşmanı tərtər əllər və məcburi köçkünlər üçün tikilmiş binanın atəşə tutulması nəticəsində 2 nəfər də burada həlak oldu. Yəni şəhid oldu bizdən. Deyirəm ki, onlar həqiqətən indiyə kimi adam olmayıblar, bundan sonra adam olmayacaqlar. Bəzi hələ səhifələrinə baxıram. Hələ özə Qarabağı dırnaq arası alsaq kimi görənlər var ya abi. Valla biz onları yer üzündə silməsək yolu düzələn deyirlər. Ayın 30'u Sentyabrın 30'u 4. günü. Bu muhteşem bir şeydi həqiqətən. Ne güzel dalgalanır maşallah.
Azərbaycan Otobüsü rayon, Ağrı Cəbrayıl rayonunun Daşaltı, Xocavənd rayonunun Edişər, Düdükçü, Edildi, Sərgəzi kəndlərinin işğaldan azad edilib. Prezident İlham Əliyev bununla bağlı rəsmi səhifəsində paylaşım edib. Azərbaycan Respublikasının Prezidenti Türkiyənin İntv Devleti və Rusiyanın yardım və İngilizcə Rusiya Solovin Şahidinin media qrupunun baş direktörü Dmitri müsahibə verib. 19-cu gün Oktyabr 15-i Şehitler ölmez, vatan bölünmez. Devam ediyor. 20 sene geçecek. Artık. Cəbrayıl rayonunun deməli döyüşün 23-cü günü baxın Oktyabr ayının 19-u Zəngilan 20'si Zəngilan rayonunun şəhəri və 6 kəndi Füzuli, Cəbrayıl, Xocavənd rayonunun 18 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib. İşğaldan azad olunmuş Zəngilan şəhərində Azərbaycan dövlət bayrağı ucaldılıb. Dağın Zəngilan, Mincivan qəsəbəsi. Mincivan İrana sərhəddir də, bilirsən. Mincivan. Hələ orada İran farslar hələ orada zat yığmışlar ki, birdən deyir keçərsiz bir sərhəd. Qorxularından. Azərbaycan Otobüsü rayonunun gecə gözündə aşağı Seyid Əhmədli, Zərgər kəndi, Cəbrayıl rayonunun Balyant Şarjlı Tunis işğaldan azad edib. Twitter səhifəsində paylaşıb bununla bağlı Prezident İlham Əliyev. Artıq 36-cı gün Müdafiə Naziri Vətən Müharibəsinin 36-cı günü döyüş əməliyyatı əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd, Qubadlı, Zəngilan istiqamətində davam etdirilir. Ordumuzun cavab tədbirləri qarşısında 8 müxtəlif tipli topu rabitə, 2 rabitə qülləsi məhv edilib. Azərbaycan ordusu müasir texnoloji silahlarla erməni silahlı məhkəmələrinin darmadağın edilib. Mənə bax, rabitə qülləsi nədir? Rabitə qülləsi nədir? Hə. Məncə rabitə yaratmasınlar deyə odur, mənim fikrimcə. Bəli, 43-cü gündə, noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün xalqı ürəkdən təbrik edirəm, bütün Şuşalıları ürəkdən təbrik edirəm deyə İlham Əliyev öz çıxışında demişdi. Həqiqətən Şuşanın azad olunmağı Allah rəhmət eləsin. Allah rəhmət eləsin şəhidlərimizə.
Abi gidelim. Bizi karşı tarafa mübariz bir bayram olun. Qəbrini ziyaret edeyik. Hem de bir bayrağın yanına gidelim. Geçen her təmir işler gedir emin ha. Ben bilen orada geçen təmir işler gidiyor yoksa yok. Kozalının Füzuli'nin 6 4 kendi ayın 9 azad olunur. Başbakan düşmən təxminən nəticə sentyabrın 27-dən noyabrın 9-a 99 mülki şəxs şəhid olub, həlak olub, şəhid olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çox mənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Oyda da. Noyabrın 10-dan keçən gecə Azərbaycan prezidenti Ermənistan baş naziri və Rusiyanın prezidenti münaqişə zonasında atəşin bütün hərbi əməliyyatın tam dayandırılması barədə bəyanat imzalayıb. Ona bağlı prezident Müzəffər Ali Başkomandan İlham Əliyev xalqa gecə müraciət eləmişdi. Bəli. Gecə saat təxmini 2 idi. 2-3 radələrində. Həmin vaxt şey atdılar. Həmin vaxtda raket atdılar Xırdalana. Xırdalana atmırdılar, Xırdalana düşdü. Orada bir şey de var idi. Bakı Ceyhan Neçəməni vurmaq istəyirlər. 20-ci gündə idi. 13-ci gündə idi. Vurmaq istəyirlər. Bakı Ceyhan. Bir ara suyun keçdi. Bakın göğsünün altına qoyub boğurlar. Çıxartmışlar ya bir şey. Ya şey sənədin imzalandı. Daha doğrusu imzalanmağa başlamamışlar. Başlayarak vurmağa çalıştılar. Onun da Xırdalana düşdü. Hə, düzdür. Orada bilmirəm məqsəd nə idi? Yəqin Bakını vurmaq. Bakını vurmaqdır. Orada da olan İsrailin şeyi hava hücumundan müdafiə aldığımız da. Həmin vaxt ayrı partlayış. Nəsə telefona baxırdım. Yox, partlayışda deyil. Ben Paris'deydim. Həsən partlayış. Kulağımın yavaş bir patlamış ses geldi evin qabağından. Sən indi mən onu daha gür eşitdim də qaqa. Sən hələ oradan eşitdin o tərəfdən. Evin ağzından geldi ses, başka ses idi bendeki. Hayır, məndə də elə bir içindən gəldi də səs. Nə var? Məndə ses. Bir an maşınlar di. Belə əziz dostlar, gelin. Mübarizə mahirumunda məzarını ziyaret edeceğiz. Əziz dostlar, dediğimiz kimi ikinci Fəxri Xiyabanı keçən dəfə gələndə abadlaşdırma işləri gedirdi. Ona görə də bu yerləri təkənməmişdik. Bu günləri gəldik. Şuşalığa çəkdik və əsas məsələ olduğu ki, ziyarət edə bildik. Yəni borcumuzu yerinə yetirdik. Düzdürmü? Yəni tam borcumuzu yerinə yetirdik. Niyə desək düz yolların bizə görə vuruşublar. Biz sağ qalaq deyə. Biz bu dəqiqə bu məmləkətdə yəni ayaq üstə deyə, bu vətəndə ayaq üstə dayana biliriksə onların sayəsindədir. Şəhidlərimizin sayəsindədir. Neyse dostlar, sağ olun, salamat qalın. İnşallah gələn videoda görüşürük. Gələn dəfə inşallah şəhidimiz Asifin qəbrisine girəcəyik Xırdalana. İnşallah gələn videoda görüşürük. Sağ olun, salamat qalın.